Zərfə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Həkimlər Tamerlan Əliyev, Cəlil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısı olan Zərfə Əliyeva 1932-1942-ci illərdə orta məktəbdə təhsil almışdır. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsinə daxil olub. Zərfə Əliyeva 1949-1950-ci illərdə Azərbaycan Elmi Tədqiqat Oftalmologiya Universitetində elmi işçi, 1969-cu illərdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda görmə xəstəlikləri, yəni göz xəstəlikləri kafedrasının dosenti professor, 1982-1985-ci illərdə görmə, yəni orqanları, peşə patologiyası laboratoriyası müdiri və oftalmologiya laboratoriyası müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrinə görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmləri təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparılmışdır. 8 noyabr 1954-cü ildə Zərfə Əliyeva Heydər Əliyevlə ailə qurmuş, 1955-ci il 18 oktyabrda Sevil Əliyeva dünyaya gəlmiş, 1961-ci il 24 dekabrda İlham Əliyev dünyaya gəlmişdir. 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərfə Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novodefiçe qəbristanlığında Bakıya gətirilərək fəxri xiyabanda atasının qəbri yanında dəfn edilmişdir.